Akşamınız xeyir olsun değerli qonaqlar. Hər birinizi Nahid Atakşiyev adına, öz adımdan salamlıyorum. Hoş geldiniz. Və xahiş edirəm, hər zamanki ikmənlə pozmaya, Azərbaycan bütövlüyü uğrunda qanuna keçmiş şəhidlərimizin ruhunu bir dəqiqə üstündə yer verir. Allah rəhmət eləsin. Azərbaycan dövlət himni səslənir. Çok sağ olun, teşekkür ederim. Allah eylesin sizleri. Burada iki şehidimizin yadigarları buradadır. Emin İsmailov'un ve şehidimiz Eğitimlat Elzan yadigarları buradadır. Allah'a da başta salamlayın, hoş geldiniz bir daha. Böyle şu sözü hem yoluya hem iki kitap müellifi Nahid Atakşiyev'e veriyorum. Buyurun. Hoş geldiniz, sevgiliniz. Olanlar bana doğmalar yaptılar. Bugün ben ilk defa olarak iki kitabımın şuurlu görünməyi münasibətində həm də 5 illik ümrəyə münasibətlə yarışması mənim başıma. Bir de ayrıldım ki 45'imdeyim. Bir de ayrıldım ki 45'imdeyim. Xəbərim olmuyor özüm-özümdən. Güzgüyə baxdım ki, vay, nə gündəyəm. Özümü tanıdım, yalnız gözümdə. Keçib gedib illər, xəbərsiz məndən, başım qarışıbmış qayğıya, qəmə. Heç doymamış uşaqlıq illərimdən, bir yandan da qocalmışam sən demə. Axı dünən hələ dərsə gedirdim. Axı dünən hələ dərsə gedirdim. 5 alıb sevincə qaçırdım evə. 5 ilə anamı təbrik edirdim. Qaça-qaça qocalmışam sən demə. İllər sovrulubdur, əsən külək tək. Dönənin sevinci əl edir mənə. Dünən yatdım kiçik, saf bir uşaq tək. 45'imdə oyanmışam sən demə. Yoxsa yuxuymuş bu saydıqlarım. Yoxsa bu yaşda mı mən doğulmuşam. Heç biri değilmiş
yaşadıkları. Mən elə uşaqkən yaşad olmuşum. Mən elə uşaqkən yaşad olmuşum. Teşekkürler. Çok güzel salamlamaydı. Öyle değil mi dostlar? Allah can sağlığı versin. O gün olsun 65'i, 75'i, 85'i qeyd edir Nahid Bey. Ben istəyirəm elə bu anda Nahid Bey haqqında kısa bir seyahat edeyim həyat yoluna. Fon verebilirsiniz. Tanıyanlar bilenler bilir ve bilmeyenler için değil. Nahid Atakşiyev kimdir? Atakşiyev Nahid Sahiboğlu. 14 yanvar 1981 yılda Beyləqan rayonunun Tatallar kəndində dünyaya göz açıb. O ilk orta təhsilini 1987 ildən 1991 ilədək Salmanov adına Tatallar kənd orta məktəbində almışdı. 1991 ildən 1998 ilədək Beyləqan rayon Fərman Hacıyev adına 2 sayılı tam orta məktəbində davam etmiş və ilə bitirmişdi. Orta təhsilini başa vurduqdan sonra Sərdar Ağamalıoğlu adına Gəncə Təsərrüfat Akademiyasının indiki Azərbaycan Dövlət Aqrar Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinə daxil olub, ali təhsil almışdı. Ədəbiyyata, şeiriyyata, ədəbiyyata, şeiriyyata olan marağı elə orta məktəb illərindən başlamışdı. Nahid Atakşiyevin ədəbiyyat, şeir aləminə gələn yolda ən böyük dəstəyi sevimli müəlliməsi Əlvan xanım Əliyev olmuşdu. Nahidin şeirləri gənc yaşlarında yerli qəzet və jurnallarda dərc olmuşdu. Uşaq yaşlarından babası ilə dağlarda çox gözəl günləri keçən Nahid elə ilk şeirlərindən birində də bu mövzuya dərin duyğularla toxunub. Şeirin bir bəndini deyəcəm, qalan bəndləri kitabdan oxuyarsınız. Dağlar yaman darıxmışam sizin üçün, İçin yanıqmışam sizin üçün, yuxulara yol azmışam sizin üçün, sizlərdə uşaqlıq illərim qaldı, tərəkəmə adlı ellərim qaldı. Şair Nahid Atakşiyev bir çox mövzularda şeir və hekayələr yazmış və yazmağa davam edir. Şairin şeir və mahnıları bir çox sosial şəbəkələrdə təqdim edilir. Çox böyük rəğbətlə qarşılanır və çox sevilir. Hal-hazırda bizə təqdim etdiyi Özümə küskünəm və Gülüşünü unutmuşam adlı 2 kitabı şairin oxucularda ilk görüşüdür. Eyni zamanda bugün şairin 45 illik yubileyini də ailə üzvləri ilə birlikdə qeyd edirik. Nahid Atakşiyev, həyat və yaratımında sizə uğurlar diləyirik. Yazın, yaradın. İnşallah ki bundan da gözəl günlərdə görüşək.